Deməli, biz balaca bir dənə risalə var, onu oxuyuruq. Şeyx Ubeyd ibn Abdullah Əl-Cəbiri, Həfizəhullah, ona bu, xüsusən də bidət barədə, bidətçilər barədə suallara cavablarıdır. Əslində, mövzu mühümdür, xüsusən indiki vaxtda, çünki özünüz bilirsiniz ki, ixvanlıq, hizbiçilik girib sələflərin arasına. Və hətta elə həddə çatıb ki, yəni, sələflərdən özlərinə sələfi deyənlər deyiblər ki, hətta hizbiçilərdən danışmaq düzgün deyil və s. O həddə çatıb ki, hətta elə həddə çatıb ki, bidətçinin arxasında danışmaq düzgün deyil. Yəni, bidətin bəyan eləmək düzgün deyil, hizbiçiliyin bəyan eləmək düzgün deyil. Və nəticədə də nə olub? Hizbiçilik girib araya və özlərini sələfi hiss edənlər başa düşmürlər ki, artıq bunlar sələfilikdən uzaqdırlar. Çünki sələfilik bir dənə əqidə deyil. Sələfilik həm əqidə ilə bir dənə mühüm məsələ var əqidə, yəni o da minhəc, üslub, qayda. Yəni biz bu əqidəyə sahib olanlar hansı üslubla gedirlər? Məsələn, tutaq ki, əqidəmiz sələfidir, lakin üslubda hakimlərə qarşı, məsələn, biz deyirik, hakimə qarşı çıxma olmaz. Hətta zalim olsa belə. Bu üslubdur. Və ya tutaq ki, biri gəlsə desə ki, mən sələfiyəm əqidədə, lakin zalim hakimə qarşı çıxmağa caiz görürəm, sələfi deyil artıq. Sələfi deyil, çünki hətta əgər belə kimdəsə ictihad eləmişdi, kim belə ictihad eləmişdi, necə İmam Nəvəvi deyir ki, alimlər tərəddüd edirdilər, zalim hakimə, müsəlman hakimə qarşı çıxma olar, yoxsa yox. Lakin Hüseynin hadisəsindən sonra, İbn Əl-Əşəsin hadisəsindən sonra ittifaq elədilər ki, zalim hakimə də qarşı çıxma olmaz. Çünki nəticəyə baxanda, nəticəsi daha pisdir. Yəni, adi bir dənə üsul qaydalarından birindən misal gətirsək ki, zərər olanda ən yüngülün seçirsən, məsələn, zalim hakim zərərdir, şək yoxdur. Zərəri var. Amma onu devirməklə zərər daha çox olacaqsa, hələ bu az zərər olsun. Necə ki, məsələn, 2 dənə böyük xeyir olanda ən böyüyün seçirsən, 2 dənə zərər olanda ən yüngülün seçirsən. Və həmçində tarix də göstərir ki, kim hakimə qarşı çıxıb xeyrə çatmıyor. Necə ki, İbn Teymiyyə deyir, rahimehullah. Amma qaldı ki, bəzilər gətirirlər Hüseyn radiyallahu anhunun Yezidə qarşı çıxmağı. Əslində, Hüseyn radiyallahu anh qayıdıb o fikrindən. Demək düzgün deyil ki, Hüseyn radiyallahu anh Yezidə qarşı çıxır. Birinci, Yezidə beyət eləməmişdi. Yezidə beyət eləməmişdi. İkinci, gəlirdi Kufəyə. Allah bilir, bəlkə Kufədə də elə müxalifət quracaqdı, necə ki, Məkkədə. Çünki Hüseyn Məkkədə idi və Yezid də onun işi yox idi, demək olar. Sadəcə Mədinədə olanda Mədinənin valisinə tələb elədi ki, Yeziddən və İbn Zübeyrdən beyət alsın. Lakin onlar o məqamda çıxırlar, Məkkəyə gedirlər və Yezid bir neçə ay onların işi yox idi. Sadəcə Kufəllər istifadə edirlər Yezidin bu narazılığından, Hüseynin narazılığından, İbn Zübeyir və s. Və başlayırlar Hüseyn radiyallahu anh məktublar yazmağa. Gəl. Düzdür, Müslim ibn Aqili göndərir. Hüseyn də balaca olmur, uşaq olmur, 56 yaşı olur onda. Göndərir Müslim ibn Aqili. Müslim ibn Aqili gəlir, görür ki, Kufədə vəziyyət yaxşıdır, bəs orada 100 min dənə hətta qılınc sənə gözləyir, gəl. Bu da çıxır, Hüseyn radiyallahu anh. Yolda Müslim ibn Aqil bilmir ki, o Kufədədir hələ. Ona görə yolda xəbər çatır ki, Müslimi öldürüblər artıq. Hüseyn göndərən adamı, Rəsulu öldürüblər. Hüseyn artıq qayıdır fikrindən, dönmək istəyir geriyə. Bu birinci dönməkdir. Sonra radiyallahu anhu görəndə ki, Kufəllər doğrudan artıq buna xəyanət edirlər, bunu artıq öldürmək istəyirlər.
Kərbalada ikinci dəfə qayıtmaq istəyir. Ona görə demək ki, Hüseyin Yezidə qarşı çıxır, düzgün deyil. Aydındır. Həmçinin də lap tutaq ki, belə fərz eləyək ki, bəzi sahabələr eləyib bunu və ya tabiinlər. Əməlləri dəlil deyil. Əksinə bizə gəlib ki, hakimə tabi olmaz. Hətta malını alsa da, belivi vursa da, malını alsa da. Yəni bu zülmdür. Yəni ki, deməli gəlib ki, zalim hakimə tabi olmaq lazımdır. Çünki nə üçün? Fəsadı daha böyükdür. Fəsadı daha böyükdür. Ona görə hizbiçilik girib, hizbiçilik də əsasən hakimiyyədir. Ona görə bunlar giriblər cürbəcür üslublarla sələflərin arasında və bəzi sələflər oğrayıblar. Və hizbiçiliyin də növləri çoxdur. Ola bilər şeyx inşallah gətirəcək qabaqda. Yəni sual cavabın hələm qalıb bir neçədən sual. İnşallah yavaş-yavaş oxuyuruq. Və şeyx deyir ki, Hafidəhullah və thəmmə vəcə ənəl alim idə iştihədə və axda lə yəkunu xatahum minhəcən yəcibu sulukuhu alən-nəs. Yəni alim əgər birdən iştihad eləsə belə, xəta eləsə, o demək o xətanı götürək biz gedək onun dalınca. O macurun alə ictihadi. Düzdür, o ictihadına görə xətasın. Hətta xəta eləsə belə savab qazanır. Çünki alim, Rəbbani alim düz deyəndə 2 savab qazanır, səhv deyəndə bir dənə savab. Amma biz isə xətasını əgər sübut olunsa ki, alimlər tərəfindən bildirirsə ki, bu məsələ xətadır, gedmək olmaz bizə. Həzə vus'uhu və la yukellifullahu nəfsən illə vus'aha. Lakin ən yəntəhic xata'uhu və yəttəxis məsləkən və dinən fəleysə zəlikə bisədid. Amma əgər tutub onun o xətasını gedmək və dindən hesab eləmək, əsas tutmaq, bu düzgün deyil. Necə ki, məsələn, bəzi sahabilərin və ya bəzi tabiinlərin xətaları olub. O xətanı tutub gedmək düzgün deyil. Aydın qardaşlar, bəl və lə sabab və lə haqq. Fəl xata xata. Xəta xətadır. Kim olsun. Əgər peyğəmbərlər xəta eləyibsə, o ki, qaldı sahabələr. Aydındır və ya tabiinlər. Sonra deyir ki, Hafidəhullah, qalə İbn Qeym rahimehullah və ennəl alimə qad yəzillu və lə bud leysə bi məsum. Yəni, alim hərdən ola bilər, səhv eləsin, xəta eləsin. Bu labüddür. Çünki bəşərdir. Səhv eləməyən kimdir? Allah subhanətə alə. Ona görə məsumluq məhfumu bizdə əhlüsünnə vəl cəmaada bidət əhlindən fərqlənmişik bu məsələdə ki, peyğəmbərlər hətta desək də məsumdurlar, lakin deyirik dəvətdə. Lakin həyat tərzində və s. onlar səhv eləyə bilərlər. Və səhv eləmək insanın kamilliyindəndir. Səhv eləmək Allahdır. Amma səhv eləmək insanın kamilliyindəndir. Çünki insan zəifdir. Allah subhanətə deyir ki, biz insanı zəif xəliq elədik. Zəif möhtacdır səhvə. Labüddür səhv zəifdən. Kamil deyil. Kamil Allah subhanətə alədir. Lakin müxaliflərdə nə deyib bəzi firqələrdə? Məsumluq məfhumu onlarda elə anlayıblar ki, elə vəsf veriblər ki, məsumluq nə deyib məsumluq? Allah subhanətə alə xas olan sifətləri deyiblər. Deyiblər, hətta səhv eləməz. Doğulan gündən. Təbii ki, bu xətadır. İnsan heç olmasa balaca olanda səhvlər eləyir, dastamazını pozur və s. və s. Elə deyil. Demək ki, uşaqlıqdan səhv eləmir. Təbii ki, nəinki şəriət heç ağıl qəbul eləmir və məntiq. Və sonra deyir ki, İbn Qeymə sözünü nəql edir Şeyx Hafidəhullah. Fələ yəcuzu qabulu kulli mə yəqulu. Hər bir şey nə deyir, onu götürmək alimdən də düzgün deyil. Çünki məsum deyil. Və yunazzəl qavluhu mənzilətə qavlil məsum. Hədəlləzi zəmməhu kulli alim alə vəcihil ard və harramu və zəmmu əhləhu və və aslu bələin əl-müqallədin və fitnətihim. Yəni, Şeyx İbn Qeym rahimehullah deyir ki, hər şeyi götürmək bir alimdən, o da düzgün deyil, məsum deyil. Xəta labüddür, ona görə başqa
Dəlillərə baxmaq lazımdır, başqa alimlərin sözlərinə baxmaq lazımdır, mötəbər alimlərin təbii ki. Və bütün alimlər bunu tənqid edib, bu üslubu, bu qaydanı və qadağan ediblər ki, bir dənə alimə nə dedi götürmək və pisləyiblər bu yolu və bu cür cəmaatı pisləyiblər. Və şeyx deyir ki, İbn Qeym rahimehullah, təqlidçilərin də bəlası budur və fitnəsi. Təqlidçilərdə olan bəla və fitnə və budur. Çünki təqlidçi deyir ki, mən imam nə deyib, tutaq ki, İmam Şafii onu götürüm, qutardı. Oruçuna baxmıram, düzgün deyil. Və bu cürdə vacib görürlər təqlidi. Hətta o dərəcədə çatıb ki, bəzi avamlar deyir ki, təqlid eləmir, 4 də imamdan birinə kafirdir. Və ya Vahabidir və ya İngiltərədən gəlir. Aydındır, bu cahillikdir. Əslində cahillikdir. Yəni, təqlidin də həddi var. Biz təqlidi kökündən inkar edemirik sələflər. Lakin həddi var təqlidin. Ola bilər təqlid, məsələn, elm tələbəsi olmayan, dəlilləri onlar başa sala bilməyən, elə bir yerdə yaşayır ki, və ya alim olmayan yerdə yaşayır ki, orada, bəli, götürüb hansısa bir imamın, məsələn, dastamazı pozan şeylər 6-dır, məsələn, qüsülünün şərtləri 7-dir, o eyb etməz. Amma elm tələbəsi olan, dəlilləri ola, bəyanlayan, bilən bir adam aralarında varsa və ya alim varsa, elə məqamda təqlid eləmək olmaz. Çünki əslində təqlidçi elə çıxardır ki, o alimi gör ki, məsumdur. Və sonra şeyx buyurur, İbn Qeym rahimehullah, فَإِنَّهُمْ يُقَلِّدُونَ الْعَالِمَ فِيمَا زَلَّ فِيهِ وَفِيمَا لَمْ يَزِلْ فِيهِ وَلَيْسَ لَهُمْ تَمْيِيزٌ بَيْنَ ذَلِكَ. Hələ deyir, kim ki o təqlidçilərin bəlası bundadır ki, fitnəsi, bir alimə tuturlar və savabda da tabi olurlar, xətada da. Ayıra bilmirlər. Çünki nə üçün? Təqlid əslində ağlı öldürür fikirləşməyi və elm tələb eləməyi əksinə əleyhinədir. Çünki təqlidçiyə hədis elmini öyrənmənin nə faydası var? Onsuz da sən zəif hədisi lap tutaq ki, bildin. Sənin nə faydası var? Sən onsuz da lap uydurma olsa alim deyib ki, götürəcəksən və səhih hədisi tərk edəcəksən. Onda səhih hədis elminin öyrənmənin nə faydası var? Və ya usulü fikrin və ya qaydaların və ya şeyin, başqa elmlərin. Onda sən bunu nə üçün öyrənsən? فَيَأْخُذُونَ الدِّينَ بِالْخَطَى وَلَا بُدْ فَيُحِلُّونَ مَا حَرَّمَ اللّٰهِ وَيُحَرِّمُونَ مَا أَحَلَّ اللّٰهِ وَيُشَرِّعُونَ مَا لَمْ يُشَرِّعْ وَلَا بُدَّ لَهُمْ مِنْ ذَلِكَ إِذْ كَانَتَ الْإِسْمَ مُنْتَفِيَةً عَمَّنْ قَلَّدُوا وَالْخَطَى وَاقِعٌ مِنْهُ وَلَا بُدْ. Yəni, Şeyx İbn Qeym rahimehullah E'lam-ül Muvaqqi'in 2-ci 132-ci, 133-cü səhifələrdə qeyd edilir, bu məsələdən danışır, təqlidçiliyin, kör-körana təqlidçiliyin pisləyir. Deyir ki, labüddür xəta. Nəticədə nə olur? Halalı haramlaşdırır və ya haramı halallaşdırır və ya özündən təzə şəriət çıxardır. Bu da labüddür. Əgər kim birinə təqlid olursa, ola bilər hansı bir caiz bir şey qadağan görsün və ya qadağan bir şeyi caiz görsün. Və xüsusən də təqlidçilərdə hədis elmi yoxdur. Olsa da rayət eləmirlər əslən. Məsələn, onları gətirəndə ki, bu hədis zəifdir və bu hədis səhihdir. Onlar baxmırlar hədis səhiyə. Deyirlər, yox, bizim imam, təqlid etdiyimiz imam belə deyil. Hədis istəyir, laf uydurma olsun, imam deyib qutardı. Və bu da onların bəlasıdır. Və sonra Şeyx Rahmanullah İbn Qeym sözünü qutarır. Sonra deməli, Şeyx Ubeyd İbn Abdullah Əbl-Cəbiri davam edir sözünə. İnşallah bu gün bəsdir. Qalsın gələn dərsimizə. Allah bilir düzün.